Selamlar dostlar. Sıla böyle. Siz bu kızı çok istiyorsunuz diye bu kızla açacağım bütün videolar. Mimi kamerasına bak. Mimi kamerasına. Hayalsız valla. Ne diyorsunuz değil. Az yerek. Sen görene tanışamam bir yere o tarafa. Benim koşulda sabah qonağımız gələsidir. Evimizin ilk rəsmi qonağıdır ya. Pünhanın da danış. Pünhanın sinif yoldaşı gələsidir. Belə ünsiyyətləri var uzun müddətdir. Rusdular. İndi onlara hazırlıq eləyəsiyəm. Dedim qoy bir vlog kimi sizə də çəkim paylaşım da. Görək nə daha alınır vloglara bir vlog çəkməmişəm deyəsən heç. Özüm də maraqlıdır. Gəl hazırlaşmağa. Pəydəm? Пока. Пока yox elə, paycam dedi. Mən bugün nağaram, bugün axşamdan etibarən bu meyvələrdir, salatlıqlardır falan yumağa başlayıram. Bunların əslində çoban salat eləyəsiyəm, bəzilərindən dolma eləyəsiyəm bugün axşam. Çoban salatlıqları sadəcə yumuşam ki, belə tam hazır olsun artıq. Yəni çıxadıb işlədə bilmirəm. Rahat bir şəkildə meyvələrdir həmçinin. Yuyub qoymuşam. İndi biraz sular axsın, qaba düzəsiyəm, yerləşdirəsiyəm ki, sabah saat 12-də, 1-də gələsirlər. Ona kimi də əminəm ki, yəni həftə sonu olduğuna görə uşaqları da yerləşdirib qutara bilməyəcəyəm. Yəni sabah bunları yumağı saxlasam, çatmayacağam. Çünki bu vəziyyətdə işləyirik biz. Də? Bütün oradakı nədir havanın adı? Tort ləvazimatlarımı tökürdü bax. Get ala özün düzəlt. Tut. İcazə verəməyə amma ilişməsin deyə tökməyə. Nə yox day. Ala. Bir də tatlı hazırlayasıyam. İndi onda tort hazırlamayasıyam bu səfər belə tatlı biçdən eləyəsiyəm. Mürəbbələr də var. Məncə ruslardan ötürü mürəbbələr daha maraqlıdır. Ona görə qoyub yerləşdirib göstərəsiyəm sizə hamısını. Nə? Get iş udayacam, mən də işimi görüm. Yerə. İş yönündə istəyəm ki, işim tez qutarsın, yəni tez vızır eləyim qutarsın. O görə suların axmağına gözüm ahısıram çatmadı. Belə bir rolonum var, bir dənə təzəsini çıxartdım. Qəşək. İşte o, mən danışmaya başlayın ki, məndən day danışasa gərək, ayı da. Belə qurulayıb yerləşdirirəm bura. Yəni rolondan göstərəm ki, vallah təmizdir. Çünki adamlar yəni belə şeylərə çox adam danışır ki, ay təmizlədin, təmizlədin, stolu süslədin, amma yəni hal-hazırda buradan çıxartmışam. Normalda mən salfetki ilə eləyirəm, prosto biraz bunlar çox olduqlarına görə düşünürəm ki, salfetka hayıfdır, yetməyəzdir. Ona görə bu ilə qurulayım, yığım. Bir də o xırdaları, üzümlərdir, nə bilim, kizillərdir, eləməyəsiyəm. Özlər qurusunlar, amma bu da olsa əlimin altından çıxmış olsun. Usta! Ayda xanım da orada üzüm yiyir. Tökə. Yiyin, nöş olsun. Mən gün qaynanam göndərən dolmalardan da belə azca qoydum. Balaca qazancıda da gördüyünüz kimi. Çünki az eləyəcəyim, hər şeydən çox eləməyin mənası yoxdur. Ona görə ki, bizə vaxt rus qonaqlar gəlsə, yəni elədiyim hər şey stolun üstündə qalır və istəmirəm xayif olsun, nə yalan deyim. Həm də uşaqlar da olmağı xoşlayırlar, sorama da qalsın qoy. Ara sıra belə çıxardıb qıraqlardan, bıçaqlardan götürərəm. İşte o ayıda. İşte o. Neyse, yetmiş də bunu deyim bütün gün ərzində. O üçün belə az hərəsindən biraz eləyəsiyəm, belə çox yeməyim də yoxdur. Əslində bu dolma, yəni menyuda yox idi. Gəldi, çatdı deyə dedim belə acaba bir qoyum. Yəni əslində badamcan dolması, yəni 3 vəcə dolması hazırlayasıydım. Bu da olsun balaca, nə olar işte olmaz. Toyuq salatı eləyəsiyəm, amma biraz fərqli sunumda eləmək fikrim var. Toyuğu da qoyuram, bişsin, yaxşı didişdirim, çünki didməkdə biraz uzun vaxt alır. Ona görə didib qoyasıyəm. Xaldinikə mayonezini, duzunu falan tökmədən sadəcə əti didişdirib qoyasıyəm. Nə istəyirsən sən məndən? Hə, yo. Qopartmısan? Niyə qopartsan hər şeyi, niyə sökürsən? Havlarla biz gələcəkdə bəzək verəsi yox tortlara, vaxtımız olsa. Sən bağçaya məktəbə göndərə bilsək. Düzəlt də, düzəlt bax, o biri də yerdədir. Onu götürcə düzəlt. Al, sən düzəlt. Tax görək. Özü sökür gəlir ki, sən düzəlt. Mən niyə düzəltməliyəm sən söktüğün şeyi? Özün söksən, özün düzəlt. Eşitsənmə? Mən neyinəm hu? Get sür orada. Tarix Hristi, ki oynayayım? Nə?
Laddır, qoy düzəldim, amma bir də düzəltməyəcəm ha, yaxşı? Üstənmə. Bir tane misal var idi, kör istəyər bir göz, Allah verər iki göz. İndi mən məsələn bunu dönübdür. Deməli, bu günlərdə deyim ki, o toyuq salatına olsun, belə mutaki falan hazırlamaq istəyim, onlar olsun, içərisinə qoz fındıq lazım idi də, axı. Onlar da yox idi, qutarmışdım hamısını, işlətmişdim, yəni vəbşi ləpəsiz gəlmişdik bu evə. Hə demişdim ki, alasan, o gün sağ olsunlar, göndərslər Azərbaycanın qəşəng yarısı belə Tiyoka'dan keçirib qoymuşam, yarısını bir banka diri şəkildə saxlamışam. İndi bunları istifadə eləyəsiyəm. Yəni vaxtında Tiyoka'dan keçirməyimə mənə əməldə kömək oldu valla. 5 dəqiqədə olsa qabağa düşdüm. İndi belə Slanyolni test almışam, o gün geyib mağazada. Hazır xəmirdə. Onu açıb mutaki eləmək fikrim var. Çünki xəmirə daşımaq istəmirəm. Vallahi bara qaçın-qaçın. Bu şeydə tələsiklikdə. Aşım mutaki hazırlayırıq indi. Amma deyəm yaxşı belə şeyləri çıxardılar. Hazır xəmir olsun, nə olsun. Əməli başda əlimizdən tutur vallahi. Yoxsa mən uşaqlarla cəmaatın yanında pünhan demiş beyavr olardım. Bazar içliyə hazırlayıram. Biraz bir ləpədən əlavə eləyirəm. Biraz üstünə şəkər tozu. Hilim yoxdur. Maalesef hildə qutardı. Hildə bilmirəm harda tapım. Food City'də tapmaq olar əslində. Toyumda falan baxmamışam, nə yalan deyim, amma orada olmaz. Belə tökürəm, qarışdırıram, gözə yarı. Biraz da tökürəm, çox az oldu sanki. Acıtacaq. İçlik hazırdır. Tez bazar 2 dəqiqədə olmadı heç, 30 saniyə. Şimdi xəmiri açım. İçərisinə əlavə edeyim. Bütün qoyun xəmiri belə bu ölçüdə yaydım. İndi belə birlikli kəsmə aləti ilə kəsirəm. Bunu da kəsilmişə daha düzgün olsun. İşte. Bu da yumurta da sındırdım. İçərisinə və üzərinə sürtəsiyəm. Sobamda sinirə qoymuşam. Hə? Di. Söz o deyir, cəmaat deyir ki, Ayda sən çağır, bax gör nə deyir. İş orasında ki, Ayda heç də demir və mən o bilə heç də deməyəcəğim. Buna görə hər dəfəsində hay vermirəm də. İşte, hə. Hə, deyir. Düz deyirsən. Hazırdılar üstlerine biraz susam da tökürəm və göndərəm bişməyə. Bişmələr hazır. Degustator olarak tadına baxmalıyım təbii ki. Hər şeyi qonaqların qabağına qoymadan əvvəl. Möhtəşəmdir. İndi badımcanları qaynadasıyam. Su qoydum. Badımcanları indi əlavə edəcəm içərisinə. Toyuq hazırdır. Toyuğu götürüb didəşdirməyə başlayacağım. Badımcanlar hazır olan müddətdə. Pişmələrimin digərini də bu şəkildə belə hazırladım. O da hazır oldu. Bu da soyudu. İndi bir qaba yığasıyam. Ətim də artıq didişdirdim. Biraz soyuydu. Tam soyusun. Daha sonra sobaya qoyasıyam. Rəci sən üçün bu börək kimi eləmişdimi? Bu adına qızartmaq fikrim var. Dostum, bugün mü qızartsam, soyuducuya qoysam, yoxsa sabah mı qızartsam? Hələ ki fikirləşirəm, qərar verməmişəm, baxasıyam biraz sonra. Bu arada badımcanın içliyi də dünəndən hazırlayıb qoymuşdum. O da buradadır belə hazır vəziyyətdə. Bir dənə qalxıb badımcanların içini doldurmaq hazırlayıb. Yox, itirişim asılmıyorlar. Dedim ki, Maydan yatırım gəlib sonra dolmaları həll edeyim. Cevaydinadan əvvəl yatıb qalmışam. Düzdür, çox yatmamışım. 15 dəqiqə nətəsə yuxulamışam. Yəni duranda biraz özüm də dörlüydüm. Hər nəysə gəldim tez bazar. Ayda yatır hamları belə yerləşdirdim bu şəkildə. Belə biraz ətım çox oldu deyə. Badımcanları əslində çox öyrənməyəsiydim, nə yalan deyim. Badımcanlar ən balaca bunları tapdım. Digərlər daha böyükdür deyə çox eləmədim. 5 dənə badımcandı. Qalanlarına da belə 2-3 dənə də pomidor, biber əlavə elədim. Belə bu qədər alındı. Hələ ki qoyuram soyuducuya. Sabah bişirəsiyəm. Çünki 2 dəfə bişirməyəcəm. Yəni bugün bişirim, sabah bir də isidim qabağa qoyum eləməyəcəm. Çünki daha yumuşaq olasıdır istər-istəməz. Buna görə də belə bu şəkildə soyuducuya qoyuram. Üst gözünə yəni. Buz gözünə yox. Və səhər bişirəsiyəm. Səhər deyəndə gəlmədən əvvəl qonaqlar gəlməyə bir yarım saat falan qalmış. Oraya bişirməyə başlayacağım ki, promoy sola qoyum. Deməli, gəlin sizə elədiklərimi göstərim. Belə bir qarışıq bir boşqab hazırladım və atışdırmaq falan çox xoş deyirlər ruslar. Buna görə yəni onlara uyğun sırf hazırlamışım. Balıqdır, kalbasadır, pendirdir falan filan belə bir işdən meyvə, biraz pomidor, çeri falan əlavə elədim. Pişmələrimi belə qaba qoydum. Bunu isidəsiyəm.
dünən bişirəsi oldum. Bugün biraz isitmək lazımdır. Sonra bu mənim toyuq salatımdır. İçərisində toyuğu didmişəm. Üzərinə biraz mayonez, smetan, duz və qoz əlavə eləmişəm və belə bir dizaynda eləmək qərarına gəldim. Daha gözə xoş deyil və porsiyonu oldu. Belə bir götürüş eləmək olar. Bu necədir bunun adı? Bilmirəm. Yeməyəcəyəm. O şimdi sos mu desəm, nə desəm, apelsin sosudur deyək. Belə bunlardan batırıb qiymətdən ötürü. İndi bunları da aparım stolunu qoyum. Biraz sonra sizə stolunu da göstərəsiyəm. Burada uşaq burada doğal qazan koymuşum ki stolun üstünə dəyməsinlər. Və orada çıtma salatı hazırlayıram. Tam çıtma salat deyə adətən, çoban salatına. Sonra turşu qoyasıyam. Bitirirəm. Bunları da qoyuram və yeməklərim də burada hazırdır. Tərək dolması, üçbacı dolması. Onları da buraya yerləşdirəsiyəm. Belə bitdi. Turşu möhtəşəm ötəsi alındı. Düzdür, azıcıq tuzlu oldu. Onda Pınar deyəm ki, səni çox istəyəm yəqin. Buna görə yola verə biləm özümü. Bəhanəm var, yəni hər şeyi bir bəhanə tapıram özümə sudan quru çıxartmaqdan ötürü. Hər nəysə sizə bunu göstərmək istəyirəm. Beşəm yeməyənlər var, çox möhtəşəm bir şeydir. Belə 2 dənə qaba qoymuşam. Çünki içərisində az olur, hardasa bir 7-8 dənə idi. Bir 2 dənəsini özüm yemişəm, xoşuma gəlir deyə. Və belə 6 dənə qalmışdı. 3 belə qablara qoydum. Biri bir tərəfə qoyasam, biri bir tərəfə. Bu deməli mən ötən səfər elə bildim ki, pomidordur. Sonra baxıram ki, pomidor deyilmiş. Mini biberdir. Mini biberlərin içərisinə doldurdular belə sliviçli sır. Yəni o qədər möhtəşəmdir və bu su gördüyünüz də yağdır. Amma yağın dadı qətiyyən hiss olunmur, iyi qətiyyən yoxdur. Yəni möhtəşəm ötəsi bir şeydir. Belə göstərim sizə şəklində. Harda görsəz alın, dadına baxın. Çünki mən bayılıram, yəni bir dəfə yemişəm, cevqacaqsa bir də almışam. Bu arada bilmirəm demişəm, o bir videolarda dünən də zətdə yox. Günhanın belə cavab eləmək fikri var. O görə maddi ki, əslində heç nə yemək hazırlama, bir dənə cavab eləyərək. Yəni, prosto, yəni bizim kimi belə qonaqlıq vermək şeyi ilə yox da, gəlib oturub söhbət eləmək fikri ilə gəlirlər. Prosto mən deyəm ki, Günhana, nə olsun ki, mən Rus, yəni Azərbaycanlıyam, onlar Rusdular. Yəni mən bilirəm də qonaqlı tərk qəbul olmaq lazımdır. Azərbaycanlı şəklində yenə mən qonağımı qəbul edirəm. Ona görə belə 2 dənə yemək hazırladım. Bir dənə gələn altı, 2 dənə salat. Bu arada salatlardan Günhan mayonezli, smetanlı salatları çox xoşlamadı ya. Ona görə belə çoban salatı hər dəfə demək olar hazırlatdırır qonaqlarından. Çünki düşünün ki, qonaqlar da xoşlamırlar. Amma mən əksinə ən çox xoşuma gələn salatlar, yəni mayonezli, smetan qatılmış salatlardır. Ona görə belə çoban salatı bana hazırlatdırdı. Yoxsa yəni mən olsam qonağın qabağına çoban salat qoymaram. Orası var. Belə fikirlər fərqlidir. Ona görə dedim daha Pünhan dostları qoy Pünhan deyə içməyəyim. Bu arada mənim burada ötən səfər göstərmişdim bir gül var. Gül açdı. Bilməm nə gülüdür, nə deyil, amma açdı yəni. Sevinirəm gördükcə. Və son olaraq süfrəm bu şəkildə göstərir. Hər şeyi bir-birinə uyğunlaşdırmışam. Keçən gün bunlar var idi əslində. Və pərdi ilə düşür. Dünən axşam buna fikir vermişim, bunları çıxardanda. Bunları yeni almışam, bu göyləri. Bunlar da var idi əvvəldən. Düşündüm ki, göy olsa həm divar rənginə uyğun olar, həm mətbəx rənginə, həm də stola da biraz hava qatmış olar. Stolda da əslində göy sonuqlar var. Stol biraz qarışıq olduğuna görə düşündüm ki, çox belə doğal qazan eləmağın mənası yoxdur. Və sonuç olaraq belə alındı. Boşqaflarım, qoy sizə yaxından göstərim. Bu şəkildə belə güllər var boşqaflarımda. Kasaları da var. Bunlardan hamısını 12-12 almışam. Bu boşqafları ötən səfər göstərdim sizə. Bakallar çox bayılaraq, çox sevərək, canı gönüldən yəni almışam və qaşıq qədəstimdə görürsünüz bu keçmişdəki stildə prosto pozmaq istəmirəm deyə təb etmirəm. Keçmişin qaşıq vilka dəstlərindən almışam. Rozetkalarım da yenə keçmişin rozetkalarındandır. Və keçən gün belə bir mürəbbə qabı sifariş edim. Çox balacadır. Çox böyük düşünmüşdüm, amma çox balacadır. Çox xoşuma gəldi, qəşəngdir deyə götürdüm. Məncə bu ilə dəst kimi görsənir. Birini də sifariş eləmişəm bu arada. Dözəm mənim birini də sifariş elədim. Belə şamlarımı da indi yandırasıyım. Düzdür, Pünhan xoşlamışam əsla, amma mənə heç bir dəxli yoxdur. O şamlar büyün yanasıdır axşama qədər. Belə, bunu bura qoydum mavidir deyə. Əslində çox getmir də stolun üstündə digər şeylərdən, amma daha içərisində konfet var. Dedim ki, qoy dursun. Konfet qoymaqdan ötürü də belə bir şey almaq fikrim var. İndi baxasıyam görüm.
nə qabağıma çıxır. Məncə pis deyil. Nətərdir sizcə fikirlərinizi bildirin. Sizcə nə əksikdir, nə artıqdır, salfetka əksikdir fərqindəyəm. İndi baxanda gördüm. Stolun üstündə həmişə 3 şeyə diqqət edirəm. Duz, istot, salfetka, malfetka, bir də belə çulqabı. Çulqabı qoymuşam. Bir dənə salfetka çatı var, onunla qaçım gətirim. Bu qədər qaldı. 2 dənə əsas yeməyimi qoymaq və bununla tamamlanır. Oy. Az, sən necəyimsən? Aklı qutar da sən də, gözü batırdın da bu arada. Tez ol. Ayida, neydi sen? Ayida. Papası orada mangal qalmaq istəyir. Deyəm mangal qalanma, sonra mangal yesin. Mən yeməklərimi yesin birinci. Sonra bu çabı ilə. Ayida, göstər bir dənə. Az bu ne güzel. Az bu ne güzel tadı var. Sevdim göster. Ama diye oxşamır qıza, oğlana oxşayıb olacaq. Don giyindirək, bantik taxmağa qoymuşsan, don da olsa giydirək. Dondan da mandıqır, biraz da belə tartışdırmağa başlayasın da teyin. Тоже kreşotka paxıllar. Oh, ay aman Allah adam ne qədər paxıl olur. Ne qədər paxıl. Ay, что тебе там, Esra? Zombi sensen. Az ayak yeri. Gösterin bəzək düzəklər, uzba bəzəklər. Ona başına panik kurmuş, o da sep taxtı, ceyb öldülər, daha sevim vaxtı. Az öldülər, daha sevim vaxtı. Ev, hani silmişəm mən oranı? Ağzını açır, yalasın. Ayda, tuta смотри. Ay yine kadar düştüydü, kamar bilir adını düştürmek lazımdı. Kıza oxşadı valla uşağım. Özümüz giydirmirik, bəzətmirik, düzəlmirik, sonra diyor kızımıza deyirlər, oğlan oxşayır. Ba. Bacı davası. Əzo səndən 3 yaş böyük, neçə yaş böyüksən Esra? 4 yaş. Deyən Esra neçənci ildə? 2021 ayında neçədir? 24'dür deyəsən, 3 yaş olur onda. Valla birdən bağçada kimsə soruşur ki, neçənci ildəndirlər, bilmirəm. Dünən bir nəfər məndən soruşur, neçə yaşınızda? Deyəm, 35. 30 yaşım var ama 5 yaş özümü qocaltmışam ama dostlar, mənim beynim işləmir bu aralar valla. Kınamayın valla. Söktü. Az qəşəng idi elə. Getaxa. Ne? Şu. Ha. Söz fəal o. O qonaqlar 5 dəqiqə evi təmiz görsünlər, nə ola? Valla, uşaqlı anaların ən böyük dərdi, bax. Səhər durur silmişəm mənə bura, o əl izləri var idi, bax. Oranı sürtdə əli, bura sürt durur, все. Bax, o da geyir, ora sürtmə. Oy aman Allah, ay aman Allah. Daha silməyəcəm, yoruldum ayı da. Oturacağım bir gün akşama kimi. Bak koparttı ay kız. Ah sen ne hayatsız şey oldun. Boy. Eləmirəm daha. Qalsın elə, qal. Ayı da смотри. Кто это? Привет. Ты с этим мапом. Должны был Ну чё, я думаю, уже... Не думай. Sen не думай. Ты хороших людей узнаешь, да? Узнаешь? Да? Да. Узнает. Антоха узнает хороших людей. Уля. Теперь ты знаешь, кто хороший человек здесь? Всё. Bizim evimizin yanında çayzat var imiş o dostlar. Birinci sefer de görürüm. Hiç buraya gelmemişim. Qəşəng yerler var. Aslında payızlıq, qışlıq fotosesiyadan ötürü yerler. Çıxdıq biraz gəzməyə yeməkdən sonra. Ciyəndən sonra bütün hamıza çıxışdı qazılıyız. Что там? Грибы? Да? Вообще только трогать нельзя. А с чего грибладан ötürü?
Ve bizim balaca çayımız. Görsen ne güzel çayımız var. Ne? Fontan değil. Güzeldi. Bizim orada okşayıp batutumuz var. Batutumuz var ama no yazık kaldı ortada duran buraya. Ay oltayan otursun ayağa. Buy. Yazık. Ben de çizeceğim aynı. Balaca neciler yansın. Asker. Düşet. Ne değilsen bez. Da сейчас. Önce öncelikle o biterse yazmağa. Ablara pasılar yaptık ben de yanım yanlarında. Geçen blogda demiştim ki axı oralar çiftli bir silmək lazımdır, əlimdə çatmır. Qonaqlarımız deyəsən eşiditdilər. Ya da Pülhan eşiditdi. Vallahi ben eşitmedim. Deməmsən. Ben ağzımızdan dilimi konuşalım. Sağ olsun anlatamayın. Sağ olsunlar ya. Bizə pəncərəsindən gətirdilər. Özlədiyi ki, kafenin də üstündə geyir. Sevinə gətirib hamam otağına taxmışam ki, o üst tərəflərə əlim çatmır. O hündürdü deyə oralara silənməmişdim, yalanıyım ama alt tərəflər falan silmişdim də. Oralara çatmamışdım. Taxmışam silir və nə dərdim var idi mən. Neyse işlətciyim, mən də öz işləmciyim. Baxçamızdan Əsgər nə tapmısan? Üzüm tapdı. Покажи, Əsgər. Вкусный? Немножко. Немножко. Şardahlı dedi, yiyeyim, sevmir. Yaxşı bizim həyatımızda üzüm də var. Sıra tam ayı. Tənək, bax şey dolma bühmağa tənək Pünhan. Quru idi, düzdür. Abul ayağı. Elə tənək bükən o. Həftə 8 mən 9 güya ki. Еще слайд. Ana, Вот. Мы целые стали. ne diyorsun ama? Bir baxım dadına. Это с двумя косточками. Maraqlı düzdür. Tüvü ne koyuyor? Əziləsi də əskər. Azlası da şey, tüvü koyma, çıkar. Payaz qəşi. Sarı, qırmızı, yaşıl. Asker cibine koyma. Əskər bizi eşitir yara. Mami adı. Var var. Olur var. Это мы сейчас берем. Yukarı. Bacısı tuturdu. Если на ноги попадет, больно будет. Осторожно, ладно? Belə dostlar, qonaqlarımız gəldilər, yedilər, içdilər, üzlər, güldülər, əyləndilər. Hədiyyələri verdilər. Həqiqətən yəni zaten videolarımı izləmədiklərini əminəm də izləsələr belə, yəni Azərbaycan dilində danışıram deyə 3% bilirəm ki, başa düşmürlər də nə dediyimi. Ötən videolarda nə danışdığımı falan, amma o qədər üst-üstə düşdü ki, özüm şokda qaldım. Ən çox istədiyim şeylərdən biri idi gətirdikləri hədiyyə, pəncərə silən və eləsidir ki, həm də hamam belə kafellərin üstünü falan silmək olur. Ona görə çox xoşuma gəldi həqiqətən. Amma bu barədə fikirlərimi, yəni çox soruşulan oldu ki, təsəvvür Instagram'a qoymuşum, orada çox soruşulan oldu ki, nə tərdir, bizə də məsləhət verin, almağa dəyərmi, dəyməzmi? Bu barədə fikirlərimi növbəti videoda bildirəcəm. Çünki bu video həddən artıq uzun oldu və istəmirəm bir-birinə qarışsın. Növbəti videoda bunların haqqında uzun danışasıyam. Biraz da probalıyım. Bir neçə dəfə də işlədim, qoy ona kimi növbəti video seçənə qədər. Və sizdən fikirlərimi dediyim kimi bölüşəsiyəm. Belə, bugünlük bu qədər yoruldum. Çox yorulmadım əslində, nə yalan deyim, amma istər-istəməz yəni də az-az da olsa yorğunluq olur. Amma əsas odur tək ki belə yaxşı şeylər olsun, tək ki xoş işlərdən ötürü, xoş şeylərdən ötürü yığışaq, deyək, gülaq, əylənək. Evimizdə həmişə hər birimizin xoş əhval-ruhiyyə yüksəlsin. Belə, bugün videonu bağlayıram.
yorulmuşam deyim, biraz istirahət edeyim. Gələn videolarda görüşənədək ümid edirəm maraqlı oldu sizdən ötürü video. Əgər belə fərqli bir reseptlər bilirsinizsə və yaxud fərqli bir sunum qaydası falan bilirsinizsə, mənlə bölüşə bilərsiniz. Yenə düzdür, şəkil atmaq olmur, siz şəkil ata bilmirsiniz, video ata bilmirsiniz, amma belə yazılı şəkildə də olsa deyə bilərsiniz. Və bir də onu deyim unutmadan, bu rus qonaqlarımın ümumiyyətlə bizə kim qonaq gəlsə o salatı hazırlayayım. Çünki özümdə ən çox sevdiyim salatdır, toyuq salatı. Və xüsusilə toyuq salatından ötürü hamının ürəyi geyir. Həqiqətən bilmirəm, indi hamı bilirmi, bilmirmi bu barədə, yəni hazırlayanlar varmı, yoxmu? Bəlkə çox adamın xəbəri yoxdur, amma resepti işte öncəki videoda, yəni biraz əvvəl videoda dedim, o qaydada siz də hazırlayıb nuş eləyə bilərsiniz, amma videosu səhv eləmirəmsə kanalımda da olmalıdır. Axtarış eləsəz tapasınız. Belə çox danışdım, yoruldum. Burada biraz sərin düşüm aşağı. Aşağıda səs güclü qalxmışam yuxarı videom var. Mən sizdən ötürü buzladım burada. Qaçdım. Sağ olun, özünüzə yaxşı baxın, görüşərik.